fikirləşdikdə, o dünyaya qəlbinizlə, o duyğularınız ilə yanaşdıqda siz nə hiss edirsiniz? O bu mənimdir, o duyğusu hiss edirsiniz. Salam əzizləyicilər, sizlərə bu videoda bizim eqomuzun, bizim kimliyimizin harada olması, yəni zehnimizdə yoxsa ürəyimizdə olması barədə müzakirə aparmaq istəyirəm. Video başlamazdan əvvəl sizdən xahişim olacaq ki, əgər videolarımı bəyənirsiniz, izləyirsinizsə və kanalıma abunə olmamışsınızsa, kanalıma abunə olmağı, videolarımı bəyənməyi və rəylər bölməsində öz fikirlərinizi sərbəst ifadə edərək müzakirələrdə iştirak etməyi sizdən xahiş edirəm. Demək, əzizləyicilər, insanın həyatını yönləndirən, onu idarə edən, demək olar ki, bütün bizi həyatımızı idarə edən bizim eqomuzdur. Daha o dərin ensək, metafizik və kvant fizikasına dərinliklərini nə qədər incələsək, bu videoda o dərinliklərə çox enməyəcəm. Sadəcə bir cümlə demək istəyirəm ki, lap o dərindən fikirləşsək, bu dünyanın özünün var olması, bu dünyanın strukturunun yaranması, hadisələrin o gedişatı hər biri bizim eqomuz sayəsində, eqomuzun demək ki, bir növ yansımasıdır. Yəni bu dünya həyatı bizim xəyalımızda var etdiyimiz və ona bütün ruhən, bütün o düşüncə və o qəlbən bağlandığımız bir illüziyadır ki, bu dünya demək xəyalının başqa bir adı da eqodur. Çünki biz bu dünya demək həyatında öz eqomuz ilə özümüzü dərk edir, özümüzü anlayırıq və ətraf ilə əlaqədə oluruq. Bəs bizim eqomuz, bu eqo duyğusu, bu eqo psixologiyası həqiqətdə haradadır? O bizim zehnimizdədir, yoxsa bizim ürəyimizdə, bizim o duyğularımızdadır? Bu barədə videonu çox uzatmayacağam. Qısa bir demək keçid edərək demək istəyirəm ki, bir dayanın, demək fikirləşin. Demək ki, bütün zehninizi bir kənara siz atdıqda, bütün o zehni fəaliyyətlər, bütün o düşüncələri, bütün o məntiqi fikirləri bir kənara siz atdıqda, qəlbinizlə, o duyğularınızla, ruhunuzla yəni fikirləşdikdə, o dünyaya o qəlbinizlə, o duyğularınız ilə yanaşdıqda siz nə hiss edirsiniz? O bu mənimdir, o duyğusu hiss edirsiniz. Yəni ki, bunu mən o şəxsən bunu mən hiss eləmirəm. İndi bax, bu video boyunca hər biriniz bütün o məntiqi fikirlər, o bir kənara qoyursunuz, o bütün müzakirəli fikirlər bir kənara demək ki, bu yatırırsınız. Sadəcə o qəlbinizlə, ruhunuzu hiss edərək, o duyğularınızla bu dünyanı anlamağa çalışırsınız. Yəni fikir verin, bu mənimdir hissiyatı bu zaman sizdə olmur. Eqonun var olduğu bir sistem bizim zehnimizdir. Bizim o qəlbimizdə, o duyğularımızda eqo deyilən bir anlayış yoxdur. O vahidlik, o birlik anlayışı var. Bu mənimdir anlayışı yoxdur bizim ruhumuzda və qəlbimizdə. O bizim zehnimizdə olan, bu mənimdir o duyğusu, bu mənimdir hissiyatı, eqonu var edir. O bizlər həyatımızın bir 99% o zehnimizlə yaşadığımız üçün özümüzü eqoya həbs olmuş o kimi hiss edirik. Ancaq zehnimizlə o fikirləşsə və o zehnimizlə həyatımızı yaşasaq belə, bəzən o qəlbimizi dinləmək, o duyğularımızla hərəkət etmək, vicdanımızın, o ruhumuzun demək enerjisini hiss etməkdə fayda var. Orada bu mənimdir o duyğusu, orada eqo illüziyası yoxdur. Orada həqiqi o bizim özümüzün açıqlaması, izahatı vardır. Deməli deyəcək, bu qısa videoda demək sizlərə eqo haqqında, eqonun harada olması haqqında o qısa bir fikrimi bölüşmək istədim. Ümidvaram ki, o video sizin üçün uğurlu və faydalı oldu. O bəyəndiniz, o bəyənməyi, o kanala abunə olmağı və rəylərdə bütün fikirlərinizi aktiv olaraq bildirmək sizdən xahiş edirəm.